Salam dostlar, necəsiz? Ümid edirəm ki, hər biriniz çox yaxşısınız. Bugünkü video izahım adından da görüldüyü kimi Aynurə müəllimənin hazırladığı 11-ci siniflər üçün olan sentyabr sınaq 1-in izahını çəkəcəm. Onu da belə deyim ki, qeyd etmək istəyirəm ki, sınaq yeni bir sınaqdır, yəni 2025-ci ildə hazırlanıb. Yeni qaydalara əsasən təbii ki. Gəlin uşaqlar, çox da vaxtımızı itirmədən 7-ci sualın izahı ilə ətraflı bir şəkildə tanış olaq. 7-ci sualda yəqin ki, özünüz bildiniz ki, burada bizdən pozitiv case, yəni ki, yiyəlik halda olan cümləni seçməyimiz tələb olunur. Uşaqlar, A variantına baxdığımız zaman biz görürük ki, burada var read. Uşaqlar, read biz bilirik ki, qaydasız feildir və 3 forması da eynidir. Belə bir, belə deyim, qeyd də deyim. Əgər bilmirsinizsə, dəftərinizdə yaza bilərsiniz. Uşaqlar, 3 forması eyni olan feillər biz zaman mövzusunda hardan bilə bilərik ki, bu keçmiş zamandadır ya indiki zamandadır? Əgər uşaqlar, A variantında burada baxın verildiyi kimi, dəyişən feillərdən, üçü də eyni olan feillərdən əvvəl əgər üçüncü şəxs gəlibsə və həmin feil üçüncü şəxsdə olanda biz bilirik ki, S qəbul edirik indiki zamanda. Əgər S qəbul edibsə, həmin feil olacaq indiki zamanda. Əgər burada görüldüyü kimi heç bir şəkilçi qəbul etməyibsə, bu olacaq keçmiş zamanda. Aha. Sözümün canı nə idi? Bunu deməkdə məqsədim. Apostrof S-dən sonra dəyişən feillər gələrsə, həmin belə deyim ki, ifadəmiz yiyəlik hal hesab olunmayacaq. B variantında uşaqlar biz bir qayda olaraq bilirik ki, apostrof S-dən sonra going to gələrsə, bu yiyəlik hal hesab olunmur. C variantında the nature turtles natural habitat has been reduced. Uşaqlar biz burada bilməliyik ki, əgər apostrof S-dən sonra sifət plus isim gəlibsə, bu yiyəlik hal hesab olunacaq. Yalnız baxın, əgər təkcə sifət gəlsəydi, yəni bu cümlənin ardı olmasaydı, sifət gəlsəydi yalnız bu yiyəlik hal hesab olunmayacaqdı. Əgər sifət plus isim gəlibsə, habitat burada sakin mənasındadır. İsim gələrsə, bu avtomatik olaraq yiyəlik hal olacaq. Yəni cavabımız olacaq C variantı. D variantının nə səhvdir? Apostrof S-dən sonra got gəlib. Got bilirik ki, yenə də dəyişən feillərdəndir, yəni qaydasız feildir. Ona görə də bu da avtomatik olaraq çıxdaş olub gedəcək. Biz bilirik ki, uşaqlar, əvəzliyə heç bir zaman yiyəlik hal artırıla bilməz. Artırılsa da o yiyəlik hal hesab olunmayacaq. Baxıram 8-ci suala. 8-ci suala yəqin ki, bildiyiniz hansı mövzudur? Bu artikel mövzusudur. Artikel mövzusu bəzi uşaqların necə deyirlər, qorxulu yuxusu kimidir. Ancaq elə deyil. Qaydaları standart şəkildə əzbərlədinsə, onun məntiqini anladınsa, sən yazacaqsın. Bir də ki, uşaqlar, əsas burada məsələ praktikadır. Tətbiq burada çox önəmli bir rol oynayır. Hər bir fəndən ümumiyyətlə çox test işlədinsə, həmin mövzu sənin beynində belə deyim ki, öz yerini alacaq və ona aid istənilən bir sual gəlsə belə sən onu avtomatik yaza biləcəksən. Baxıram 8-ci suala, deməli bu artikel mövzusundadır. Uşaqlar, mən avtomatik bilirəm ki, most important gəlibsə, təbii ki, mostun bir dənə istisnası var. Əgər misal most burada people gəlsəydi, people, uşaqlar yəqin ki, people bənzətdiniz də bunu indi mən şanla tam qəşəng yaza bilmirəm. İnşallah yaxın zamanlarda daha yaxşı yaza biləcəm inşallah. Aha, deməli, burada əgər people gəlsəydi mostdan sonra mən bunun qarşısına D artiklı verə bilməyəcəkdim. Deyirsiniz niyə? Mostun istisnası bundan ibarətdir ki, most plus isim gələrsə Z artiklı işlənməyəcək, ancaq most plus sifət gələrsə avtomatik olaraq Z artiklı onun qarşısında işlənəcək. Yəni tamamilə məntiq bundan ibarətdir. Deməli burada görürsünüz ki, most important, yəni important nədir? Vacib. Sinonimlərini sayaq, necessary. Sinonimlərini sayaq, misal, vital, crucial, okay, essential. Bunlar hamısı importantın sinonimləridir. Sinonim dəftərinizin yanınızda olsun, bilmədiklərinizi avtomatik yazın. Çünki biz bilirik ki, bizim mətn suallarımızdan biri nədir? Mütləq yalnız iki sözü dəyişməkdən ibarət olur. Gəlin elə mətnimiz burada varmışkən sizə göstəreyim. Uşaqlar, baxın burada. Complete the sentence according to the passage by changing at least two words.
Yəni, ən azından iki sözü dəyişməlisiniz. Yəni, most of the time, the crossing can be done by a free. So, bundan sonra gələn cümlədə olan sinonimlərini bildiyiniz sözləri əvəz edib bir daha təkrar yazacaqsınız. Yəni, məntiq sadəcə bundan ibarətdir. Bəzi uşaqlar yaza bilmirlər, deyirlər ki, çətindir. Çətin bilmələrinin əsas səbəbi uşaqlar sinonim bilməmələridir. Söz bilməmələridir. Yəni mən çalışdığım qədər sualları izah etdiyim zaman sizlərə daha çox kömək olmağa çalışıram ki, yəni imtahanda yüksək nəticə əldə edə biləsiniz. Təbii ki, bu bir tərəfli olmamalıdır. Mənim qədər siz də əziyyət çəkməlisiniz. Daha sonra deməli mən bunun qarşısına bir dənə Z artiklı verəcəm. Qəşəng. Daha sonra United States biz bilirik ki, qısaltmalarda US və yaxud da United States versin, ABŞ versin, ABŞ misal. Bunların qarşısında mən nə edəcəm? D artiklı verəcəm. Misal UK versin, avtomatik D artiklı veriləcək. Aha, daha sonra burada var Mississippi River. River biz bilirik ki, çayların qarşısına nə edirik? Həmişə biz D artiklı veririk. Bənzəmə də amma nəsə də. Aha, deməli burada olacaq D, 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 yəni Y variantı. Aha. Baxıram 9-cu sual. 9-cu sualda uşaqlar şərtinə baxın. Uncountable nouns, yəni bizdən sayılmayan isimləri seçmək tələb olunur. Deməli burada gəlin araşdıraq. B variantında a storm sayılan isimdir. Woods and volunteers olur sayılan bir isimdir. Phonetics, chalk, trains sayılan bir isimdir. Hills, mutton, countries sayılan bir isimdir. Cevabımız qaldı A variantı. A variantı. İşte, gəlin baxaq 10-cu suala. 10-cu sualda bizdən nəyi tələb edir? Biz many, a few, a lot of, few, enough və yaxud da digərləri much gördüyümüz zaman biz avtomatik bilirik ki, bu quantifiers mövzusundadır. Quantifiers mövzusunda da uşaqlar. Biz bilirik ki, sayılan isimlə hər zaman nələr işlənir? Much, daha sonra few, a few və s. bunlar işlənir. Və yaxud da a lot of sayılan ismi cəm, sayılmayan ismi tək və s. belə. Burada gördüyünüz kimi time var. Time varsa uşaqlar, mən bilirəm ki, bu isim cəmlənməyibsə, mən bunun qarşısına heç bir zaman many, a few, a lot'un of'u yoxdur. Of'u olsaydı verə bilərdim. Yoxdur deyə verə bilmirəm. Few gələ bilməz. Enough ancaq gələ bilər. Nə üçün gələ bilər uşaqlar bilirsiniz? Enough sayılan ismi cəm, sayılmayan ismi isə təkdə tələb edir. Few'nun uşaqlar biri var dəfə mənasında, biri var vaxt, zaman mənasında. Dəfə mənasında sayılır, ancaq vaxt, zaman mənasında sayılmır. Bunu da bir məlumat kimi dedim. 11-ci suala baxırıq. Deməli, buradan artikelları görəndə biz bilirik ki, bu the article mövzusundadır. Deməli, buradan wonderful time. Uşaqlar, indi bəziləriniz düşünürsünüz ki, time var burada. Bu isim deməli sayılmır. Mən avtomatik bunun qarşısına article qoymamalıyam. Uşaqlar, bizim burada bir nüansımız var. Əgər hər hansısa bir ismin qarşısında təyin edicisi varsa, deməli bu isim sayılan bir isimdir və onun qarşısında artikel işlədə bilərəm. Yəni B variantı getdi, C variantı ola bilməz. Çünki bu hələ belə deyim, müəyyən deyil, hələ qeyri-müəyyəndir. Ona görə C variantı getdi. Y variantda getdi, çünki qarşısında artikel olmalıdır. Biz bilirik ki, last year heç bir zaman məzmununu bildirən ifadələrin qarşısında artikel işlənmir. Ona görə düzgün cavabım olacaq D variantı. Baxıram 12-ci suala. 12-ci sualda deməli, məndən nə soruşur? Quantifiers mövzusudur, avtomatik bilirəm. Bunları görəndən sonra salt var burada. Saltun mənası uşaqlar duz anlamına gəlir və sayılmayan bir isimdir. Təbii ki, gördünüz, cəmlənməyib. Bu avtomatik bilir ki, sayılmayan bir isimdir. Təbii ki, uşaqlar. Burada indi cəm dedim, sizin ağlınıza gələ bilər. Misal news. Mənimə dedi ki, burada s var. Deməli, cəmlədə xeyr, bu sayılmayan bir isimdir. Bunu da unutmayın. Bilmirdinizsə, avtomatik qeyd götürün uşaqlar. Dayanmaq söhbəti yoxdur. Deməli, burada olacaq 1 və 4, yəni düzgün cavabımız olacaq A variantı. Ümid edirəm ki, bura kimi işlədiyimiz suallardan səhviniz yoxdur. Bundan sonra da olmaz inşallah. Baxırıq 13-cü sualımızın izahına.
13-cü sualda bizdən pozitiv case, yəni yiyəlik hal seçmək tələb olunur. Deməli, burada uşaqlar, baxırıq nəyə? It's əvəzliyə artırılan yiyəlik hal hesab olunmur. Jack's dream, uşaqlar, burada deməli dream feil qəbul edib, feil qəbul edib. Ancaq indi biz hardan bilək ki, bu dream burada isim mənasındadır, yoxsa feil mənasındadır? Gəlin tərcümə edək. Jack's dream is to become a Hollywood star. Jack'ın arzusu gördüyünüz kimi isim. To become Hollywood star. Hollywood ulduzu olmaqdır. Deməli, burada nədir? İsim məzmunu daşıyır. Ona görə düzgün cavabımız olacaq B variantı. Baxıram C-nin nə üçün səhvdir? Çünki burada vota artırılan apostrof heç bir zaman yiyəlik hal hesab olunmur. Eyni ilə letə artırılan apostrof yiyəlik hal hesab olunmur. Qoyunqtu varsa, bu ümumiyyətlə təhlükəli bir bölgədir. Heç bir zaman yiyəlik hal hesab olunmur. Düzgün cavabım olur B variantı. Gəlin 14-cü sualımıza izahına baxaq. 14-cü sualda mən uşaqlara görürük, teatr nədir? Burada təkdədir. Təkdə olduğu üçün mən bunun qarşısına E artiklı verə bilərəm. Hələ ki, müəyyən olmadığına görə, yəni ilk dəfədir haqqında danışıram, ona görə Z artiklı verə bilməyəcəm. Artikl olmalıdır, ona görə B yerə getdi. Deməli, uşaqlar, burada sauce, sauce bank var burada. Sauce bank var. İndi deyirsiniz ki, mənə bunun qarşısına bir dənə E artiklı verək də, çünki bankın təhliyinə görə. Xeyr, uşaqlar, sauce verdisə, sauce və yaxud da 10 verdisə, avtomatik burada Z artiklı olmalıdır. Sözünü Z tələb edir. South, East, West hamısı Z tələb edir. Aydındırmı? Daha sonra Thames-də Temza çayıdır. Çayların qarşısına biz veririk ki, həmişə Z artiklı işlənir. Deməli, bizim düzgün variantımız olacaq D variantı. Ümid edirəm ki, aydın oldu sizlərə. Baxıram 15-ci suala. 15-ci sualda məndən nə tələb edir? 15-ci sualda məndən quantifiers düzgün işlənmiş variantı soruşur. Yəni həmişə əvvəldən başlayır, bu dəfə də sondan başlayır. Uşaqlar, meni var burada. Biz bilirik ki, quantifiers birinci ismə yox, ikinci ismə aid olur. Inspectors olmalıydı. 5-i atıram. Deməli, avtomatik 5 olan variantlarımı da çıxdaş edirəm. Aha, variantım asanlaşdı. B və D variantlar arasında qaldı. Gəlin digərinə baxaq. 4. Match, sport, news. Uşaqlar, nə dedim? Quantifiers ikinci ismə aiddir. News nədir? Sayılmayan tək isim. Ona görə 4 doğrudur. 4 olan variantlarım hər ikisində də var. Baxıram üçüncüyə. A little piece of advice. Piece uşaqlar sayılan bir isimdir. Bəs bunun qarşısında necə a little işlədə biliblər sizcə? Deməli, səhv işlədiblər. Çünki pitch sayılan bir isimdir. Ona görə 3-də getdi. 3 gedəndən sonra mənim bir dənə variantım qalır, B variantı. Təbii ki, digər variantları araşdırmadan getmirik. Mini var, cut and close. Minidən sonra gələn ikinci isim cəmdədir. Cəmdə olduğuna görə 2 tamamilə doğrudur. A few pieces of information. A few sonra gələn isim cəmlənib tamamilə doğrudur. Deməli, düzgün tapmışıq. Gəlin 16-cı sualın izahına baxaq. Uşaqlar, ümid edirəm ki, bu çəhrayı rəng sizin gözünüzü yormur. Ancaq nəsə içimdə bir qəribə hisslər var ki, sizi yorur. Ona görə bunu yaşından əvəz edeyim. Həm də ki, biraz fikriniz dağılsın da. Choose the correct variant suallara baxanda görürük ki, bu article mövzusundadır. Alps, Alp dağıdır. High est var, üstünlük dərəcə avtomatik Z, sadəcə istisnamız biz bilirik ki, mostdadır. S-də heç bir fərq yoxdur, avtomatik est gördüyünün sözünü yapışdıracaqsın ora. Avropa ölkə adıdır. Deməli, onların da qarşısında heç bir zaman Z artiklı işlənmir. Deməli, düzgün cavabım olur Z3. Z3. Cavabım olur A variantı. Baxaq növbəti, yəni 17-ci sualımıza. 17-ci sualdan bizə variantlara baxıram, görürəm ki, bu nədir? Quantifiers mövzusundadır. Uşaqlar, fikir verdinizsə, sentyabr sınavı ancaq quantifiers və belə deyim, article 1-dəki isim mövzusunu əhatə eləyib. Daha sonra, üzr sayın. Deməli, minus var burada, cəmdədir. Cəmdə işləndiyinə görə, biz bilirik ki, cəmdə isim tələb edir. Deməli, düzgün cavabım olacaq Y variantı. Little mən bilirəm ki, sayılmayan tək isimlərin qarşısında elotun gərək yanında of olsun ki, özündən sonra isim qəbul etsin.
Sürü sayın. B variantında maç sayılmayan tek isim tələbidir. A-Little-da eyni ilə sayılmayan tek isim tələbidir. Uşaqlar sizə belə bir qayda deyim. A-Little-la Little-ın fərqi nədir? A-Little bir az, Little isə bir azdan da az mənasını verir. Yəni Little işlənən cümlədə, yəni əgər əvvəlki sınaqlarıma baxmısınızsa, Little işlənən cümlədə heç bir zaman not artiklı, artiklı nəymiş? Not verə bilmərəm. Not hissəcik verə bilmərəm. Ona görə verə bilmərəm ki, little onsuz da heç yoxdur da. Yəni bu o qədər azdır ki, yox dərəcəsindədir. Yəni mən bununla necə not işlədim? Elə deyil. Baxıram 18-ci sualın izahına. 18-ci sualda uşaqlar bizdən singular nouns, yəni ki, tək isimləri seçməyimiz tələb olunur. Tək. Aha, seçək də nə deyirəm ki? Deməli uşaqlar, A variantında nə səhvdir? People səhvdir, sizə səhvdir. Çünki bunlar cəmdədir. Money sayılmayan tək isimdir. Bu doğrudur. B variantında nə səhvdir? Children səhvdir. Çünki onun təki child olmalıydı. C variantı. Bəzi uşaqlar. News'u götürür cəm. Uşaqlar. News cəmdə deyil. News sayılmayan tək isimdir. Əgər bilmirsinizsə mütləq qeyd götürün. Bütün sınaqlara salırlar. Bütün imtahanlara salırlar. Çünki uşaqların zəif nöqtəsidir bu news. Bəziləri bilir, bəziləri bilmir. Tamamilə normal bir haldır. Aha, deməli, C variantı mənim tamamilə doğru və düzgün cavabım olacaq. D variantında oxun getdi, çünki bunun təki ox olmalıydı. Aha. D variantını apardıq. Y variantında planets cəmdədir. Məndən singular soruşur, getdim micedə. Gərək mouse olmalıydı ki, bu tək olsun. Deməli, mənim düzgün cavabım olur C variantı. Aha, ümid edirəm ki, aydın oldu hər biriniz üçün. Geçək. Daha sonra baxıram 19-cu suala. 19-cu sualda small apartment. Apartment uşaqlar mənzil anlamına gəlir və təkdə olan bir isimdir. Təkdə olan bir isim olduğuna görə mən bunun qarşısına E artiklı verə bilərəm. Nəyə görə N artiklı verə bilmirəm uşaqlar? Çünki burada S var. Yəni S də nədir? Samitdir. Mən iki samiti bir arada verə bilmərəm. Çünki burada N da samitdir. Daha sonra A-la C-də gedir. Ona görə ki, E verməliydim artikl olaraq burada. Z ona görə olmur. Çünki Z müəyyənlik artiklıdır. Burada isə hələ mənzildən ilk dəfədir ki, danışırıq. Yəni, inə görə götürüb burada Z verməyin. Ancaq East, West, North və s. bunlarda Z artiklı verəcəyik. İnişlənəndə də. Deməli, burada big city. City var burada. Təkdə olan bir isimdir. Avtomatik E artiklı verə bilərəm. D variantı çıxdı. Tokyoda şəhər adı. Ona görə bunun qarşısında heç bir zaman Z artiklı verə bilmərəm. Ona görə mənim düzgün cavabım olacaq B variantı. Ümid edirəm ki, hər biriniz üçün aydın bir izah oldu. Baxıram 20-ci sualın izahına. 20-ci sualda məndən nə tələb edir? Deməli, 20-ci sualda burada görürsünüz ki, very var. Very'dən sonra biz bilirik ki, uşaqlar very to ilə qardaşdır. Həm oğulda necə deyərlər, fərqi yox, necə istəyirsiniz deyin. Yəni qohumdular. Very nə istəyirsə tut onu istəyir. Daha sonra deməli very özündən sonra heç bir zaman artiklı tələb etmir. Deyir mənim E artiklına allergiyam var, very deyir. Ona görə heç bir zaman işlənmir. Eyni də Y variantı get. Həmin ofu yoxdur uşaqlarına görə də səhvdir. Görürsünüz bir variantda 2 dənə səhv tapdıq. Afərin bizə. Burada deməli ikinci tərəf olaraq people-a baxırıq. People nədir? Burada cəmdə olan bir isimdir. Ona görə match heç bir zaman olmaz. Çünki sayılmayan tək isimlərlə işlənir. Düzgün cavabımız olacaq B variantı. Ümid edirəm ki, hər biriniz üçün aydın oldu. Baxıram 21-ci sualıma. 21-ci sual uşaqlar burada var English. Heç bir zaman Z artiklı verə bilmərəm. C variantı getdi, D variantı getdi, E variantı getdi. Daha sonra Tengü is German language. Uşaqlar avtomatik yanında language sözü var. Mən nə edirəm? Z artiklı verə bilərəm. Düzgün cavabım olur B variantı. Bu necə də belə qəribə alındı? Baxıram 22-ci suala. 22-ci sualda uşaqlar məndən nə tələb edir? Quantifiers mövzusuna aid bir sualdır. Deməli, burada var money. Money necədir? Təkdə olan və sayılmayan bir isimdir. A lot-un yanında bir dənə
dostu yoxdur, ofu yoxdur. Deyir mənim bir dənə hissəciyim yoxdur. Mən necə işlənə bilərəm? A variantı getdi. Mini ola bilməz çünki sayılan cəmsini tələb edir. İnaf tamamilə doğru variantdır. Ona görə doğru variantdır ki, inaf özündən sonra sayılan ismi cəm sayılmayan təkdə tələb edir. D variantı olmaz çünki sayılan isim cəmdə olmalıdır, lakin bu sayılmayan tək isimdir. Y variantı ona görə səhvdir çünki sayılan cəm isim olmalıdır. Deməli belə uşaqlar, ümid edirəm ki, suallarımın izahları aydın oldu. Ümid edirəm ki, hər birinizdə doğrudur bütün variantlar. Hər birinizə uğurlar arzulayıram. İnşallah, inşallah hər kəs imtahanda öz ürəyincə istədiyi nəticəni yığar. Hər birimizə uğurlar. Sağ olun, salamat qalın.